təklif edən dəyişikliklərin müzakirəsi həyata keçirildi. Bu müzakirələrlə bağlı bəzi həmkarlarımızın, həmçinin saytlarda fərqli fikirlər yazıldı, qeyd edildi. Buna görə də biz istəyirik ki, bəzi məsələlərə aydınlıq gətirək. Birincisi, məzuniyyətlə bağlı. Bəli, məzuniyyət vaxtı orta məhkəmə hesablanması ilə bağlı dəyişiklik nəzərdə tutulur. Amma bu dəyişikliklərdə bir neçə məqamlar var. Yəni, bəziləri elə başa düşür ki, ödənişsiz məzuniyyət olanda, yəni işçi özü ödənişsiz məzuniyyətə çıxanda, o zaman 140-cı maddə tətbiq olunacaq. Xeyr, 140-cı maddə, yəni orta əmək haqqının hesablanması ilə bağlı dəyişiklik o zaman tətbiq olunur ki, burada 3 hal baş versin. Birinci o olmalıdır ki, işçi qismən ödənişli sosial məziyyətdə olsun. İkincisi, işçinin təşəbbüsü olmayan ödənişsiz məziyyətə göndərilsin. Üçüncü, işçinin təqsiri olmadan boş dayanma yaratsın. Yəni, son 12 ayda bu 3 halın hər hansı biri varsa, o zaman ona yaxın ayların birinə birləşdirəcək. İndi bu detallı necə misallarla izah olunması, biz 13 dekabrdakı təlimimizdə sizə bir neçə misal üzərindən bunu izah edəcəyik ki, hansı hallarda bu hansı aylara keçirilir, burada tam işlənmiş və ya işlənilməyən aylar dedikdə nələr nəzərdə tutulur. Yəni, buna görə də bu məsələnin digər, məsələn, işçinin ödənişsiz məziyyətdə olması və ya işçinin maaşının az olması və ya hansısa günlər məzuniyyətə çıxması, sosial məziyyətdən, təhsil məziyyətindən istifadə etməsi, bu halların 140-cı maddəyə təsiri yoxdur.